Salam dəyərli şagirdlər, bugün sizinlə birlikdə 5 aprel 2026-cı il tarixində Turan Tədris Mərkəzində keçirilmiş aşağı siniflər üzrə bilik yarışının 8-ci sinif üzrə Azərbaycan dili fənnindən sualların izahına baxırıq. Birinci sual, biri mürəkkəb söz birləşməsidir. Evə sarı yerimək. Bağçanın təravətli ətri. Evə sarı yerimək sadədir. Çünki biz bilirik ki, mürəkkəb söz birləşməsi olması üçün 2 və ya daha artıq, hətta 3-dən və daha artıq müstəqil mənalı sözün birləşməsi nəzərdə tutulur. Ən gözəl mənzərə onun dediyi kömək etməyin gözəlliyi yanlışdır. Bağçanın təravətli ətri isə mürəkkəb söz birləşməsidir. Doğru cavabımız B variantı. Onun dediklərinə görə bugün hamı cəzalandırılacaq nümunədəki tamamlıq nə ilə ifadə edilib? Deməli, cəzalandırılacaq nə cəzalandırılacaq? Onun dediklərinə görə deməli, niyə, nə səbəbə, burada niyə? İkinci sual, onun dediklərinə görə bugün hamı cəzalandırılacaq nümunədəki tamamlıq nə ilə ifadə olunmuşdur? Onun dediklərinə görə burada fe'li birləşmənin iştirak etdiyini görürük. Ona görə doğru cavabımız C variantı olacaqdır. Hansı cümlədə səbəb zərfli fe'li bağlama tərkibi ilə ifadə edilmişdir? Reyhan məndən küsüb evimi tərk etdi. Deməli, burada biz A variantına səbəb zərfliyini, yəni küsdüyünə görə evi tərk etdiyini, yəni səbəbin burada açıq-aydın müşahidə edirik, görürük və fe'li bağlama tərkibi ilə ifadə olduğuna görə A variantı ilə doğru cavabımızdır. Uyğunsuzluğu müəyyən edin, mürəkkəb xitab işləm. Yəni uyğunsuzluq dedikdə bizdən yanlış olmuş variantları seçməyimiz istənilir. Mürəkkəb xitab işlənib, sadiq xitab işlənib. Gəlin baxaq. Göy-göl, nə gözəl mənzərən var sənin. Burada mürəkkəb xitab işlənməmişdir. Ona görə biri götürürük. Ümidimiz sənsən vətən oğlu. Burada mürəkkəb xitab işlənmişdir. Yağ ey yağış, fikrim kimi, hissim kimi. Burada mürəkkəb xitab deyil, sadədir. Sadə xitab işlənmişdir. Ay bala, səninləyəm, ağlını başına yığ. Aha, deməli bu doğrudur. Yəni doğru variantdır. Qarabağ, nə çox sevənim var sənin. Burada da Qarabağın sadə olduğunu görürük. Yəni sadə xitabdır. Kiranı ödəməyə gəlmişəm ev yiyəsi. Ev yiyəsi isə söz birləşməsi olduğuna görə sadə deyil, mürəkkəbdir. Ona görə doğru cavabımız B variantı olacaqdır. Həmcins üzvlərdə nə ixtisar edilə bilməz? Bilirik ki, həmcins üzvlərdə xəbərlik şəkilçiləri, idiymiş hissəcikləri, cəm, mənsubiyyət, hal şəkilçiləri ixtisar oluna bilər. Amma zaman şəkilçiləri heç vaxt ixtisar olunmur. Ona görə doğru cavabımız E variantı. Biri mürəkkəb ad deyil. İblis poeması mürəkkəb addır. Novruz bayramı mürəkkəb addır. Şah Abbas mürəkkəb addır. Səbuhi Bəylərsu mürəkkəb addır. Ancaq Şah Mərdan isə mürəkkəb sözdür. Ona görə doğru cavabımız C variantı. Hansı fikir sual işarəsini yerinə yazılacaq? Hər iki cümlə üçün bizdən ortaq fikir istənilir. Xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər. Vaxtında öyrəndiyi məlumatları indi istifadə edir. Hər iki cümlədə ortaq fikir bizdən istənilir. Gəlin baxaq. Təyin ifadə vasitəsi kimi isim birləşmədir. Fe'li xəbərli cümlədir. Baş üzərdən biri quruluşu mürəkkəbdir. İkinci dərəcəli üzvlər quruluşu mürəkkəbdir. Bəli, burada doğru cavabımız ikinci dərəcəli üzv quruluşu mürəkkəbdir. Yəni mürəkkəb olmağı onun söz birləşməsi yaxud da frazoloji birləşməli ifadə olmağını bizdən nəzərdə tutur. Ona görə doğru cavabımız D variantı olacaqdır. Biri səhv yazılmış mürəkkəb addır. 8 Mart'da öz yazılmışdır. Bilir ki, əlamətlər günlər hərflə və yaxud da hərflə yazılanda kiçik yazılır. Birinci hərf böyük, ikinci hərf kiçik yazılır. Ancaq rəqəmlə yazılanda isə ikinci tərəfdə sözümüz böyük yazılmalıdır. 8 Mart hərflə yazıldığına görə doğrudur. Qızılgül olmayadı poeması burada yanlış yazılmışdır. Çünki poema adı olduğuna görə dırnaq içərisində yazılmalıydı. Vahid sınaq mərkəzi doğrudur. 28 may doğrudur. Oğuz qəzeti isə doğrudur. Səhv yazılmış mürəkkəb ad B variantıdır. İsmi xəbərin ifadə vasitəsi ola bilməz. İsmi birləşmə ola bilər. Fe'li sifət, şəxs əvəzliyi, fe'ldən düzələn sifət ola bilər. Ancaq ismi xəbərin ifadə vasitəsi fe'li bağlama ola bilməz. Doğru cavabımız C variantı. Mübtədası və təyini söz birləşməsi ilə ifadə olunan cümlə hansıdır? Onun işi bizə tapşırılan işdən daha çətin idi.
Yay gecəsi quşların səsi insanı valeh edir. İlin sonu həm şagirdlər, həm müəllimlər həyəcanlı idilər. O bütün gecəni yatmadı. Sahədəkilər məhsul bol olduğu üçün dayanmadan çalışırdılar. Deməli, burada doğru cavabımız A variantı olacaqdır. Deməli, mübtədanın da təyini ilə söz birləşməsində ifadə olunur. Biz burada açıq-aydın görürük. Ona görə A doğru cavabdır. Rəşad Vətənoğlu vicdanının səsini dinlə cümləsinə əlavə nəyə aiddir? Rəşad Vətənoğlu burada görürük ki, xitab olduğuna görə müraciət var və xitabın əlavəsini işləndiyini görürük. Həmciz feili xəbərli sadə cümləni seçin. Onun arzusu oxumaq, həkim olmaqdır. Oxumaqdır, həkim olmaqdır. Deməli, bu həmciz və həmciz feili xəbərli sadə cümlədir. A variantı doğru cavabdır. Cədvəldəki səhvi müəyyən edin. Bildiyim əsər, fe'li sifət üstəgəl isim doğrudur. Oxumaq həvəsi, məsdər üstəgəl isim doğrudur. Qızıl qolbaq isim doğrudur. İşi bilən isim, fe'li sifət düzdür. Kömək etmək isə ümumiyyətlə mürəkkəb fe'l olduğuna görə biz onu ayırmırıq. Ona görə doğru cavabımız elə E variantı səhvdir. Hansı cümlədə həm tabelik, həm də tabeslik əlaqəsi işlənmişdir? Gəlin baxaq. Əlinin olduqca maraqlı kitabları var. İstanbulun təmiz havası insanı valeh edir. Onun ürəyi vətən üçün, millət üçün yanırdı. Axır zamanlar yaman kefsizsən, Səbuhi müəllim sual yazır. Bəli, burada həm tabelik, həm də tabeslik əlaqəsində işləndiyini görürük. Ona görə doğru cavabımız E variantı olacaqdır. Hansı cümləni sintaktik təhlil etmək mümkün deyil? Əlbəttə, mənim əziz xalım. Bəli, burada təhlil olmaz, çünki burada xitab işlənmişdir və bilir ki, xitab və ara sözlər cümlə təhlilində iştirak etmir. A variantı doğru cavab olacaqdır. İndi isə mətn sualları ilə tanış olaq. Deməli, mətnimizdə kəndlinin qoz ağacı əkməkdə məqsəd nə idi? Gələcək nəsillər üçün faydalı bir miras qoymaq idi. Ona görə doğru cavabımız E variantıdır. Mətnin əsas ideyası hansı variantda düzgün ifadə olunub? Burada mətnin əsas ideyasını həqiqi müdriklik və yaxşılıq gələcəyə xidmət etməkdir fikrinin daha uyğun gəldiyini görürük. C variantı doğru cavabdır. Cədvələ əsasən səhvi müəyyən edin. Səbəb şahın qocaya yazığı gəlir. Nəticədə ona 2 kisə qızıl bağışlar. Bu yanlışdır. Ona görə bizdən də yanlış istəyir. B variantı doğru cavabdır. Mətndə çərçivə daxilində verilmiş söz təkəbbür sözüdür və təkəbbür sözünü hansı söz əvəz edə bilməz? Təvazökar. Çünki təvazökar təkəbbürün əks mənasını ifadə edir. Mətnin üzündə rəqəm yazılmış hansı sözlər məcazi mənalıdır? Gəlin baxaq, burada məcazi mənalıdır ölkənin başında. Daha sonra cavab vermək və zəhmət çəkmək. Burada 1, 3, 4 məcazi mənada olduğuna görə doğru cavabımız elə C variantı olacaqdır.